Salam dostlar, Shortcast'ın növbəti epizodunda mən sizə Jim Collins'in bestselleri Yaxşıdan Mükəmmələ kitabında yer alan Hedgehog konsept, yəni kirpi nəzəriyyəsi haqqında danışmaq istəyirəm. İki heyvan düşünək, kirpi və onu ovlamağa çalışan tülkü. Tülkü hiyləgərdir, çox şey bilir, çoxlu alternativləri var. Bir planı işə düşməyəndə digərini işə salır. Kirpi isə cəmi bir şey bilir, təhlükə olanda yuvarlaqlanıb topa çevrilmək. Nəticədə tülkü hər şeydən biraz bilsə də kirpini ovlaya bilmir. Çünki kirpi müdafiə üçün bildiyi tək bir şeyi çox yaxşı bilir. Jim Collins bu bənzətməni biznes dünyasına tətbiq edərək deyir ki, mükəmməl şirkətləri yaxşı şirkətlərdən ayıran məhz bu düşüncə tərzidir. O, bu ideyanı daha illüstrativ izah etmək üçün 3 sualdan ibarət bir model təqdim edir. Bu üçbucağın hər hissəsində bir sual var. Birincisi, səni bu işə motivasiya edən əsas səbəb nədir? Bu, gəlir əldə etməkdən daha üstün bir səbəbdir. Yapon fəlsəfəsində olan ikigai kimi səni səhərlər yuxudan oyandıran, səni bir işin arxasınca aparan, çətinlik olsa da belə o yolda davam etdirən əsas səbəb nədir? İkincisi, sən dünyada nədə ən yaxşı ola bilərsən? Bu sadəcə yaxşı olmaq demək deyil, bu ən yaxşı, mükəmməl olmaq deməkdir. Ümumən kitabın əsas mahiyyətində də qeyd olunduğu kimi, yaxşı ən yaxşının, mükəmməlin düşmənidir. Çünki biz insanlar bir şeydə yaxşı olduğumuzu anladığımız zaman ən yaxşısı üçün cəhd etməyə kifayət qədər motivasiyamız olmur. Üçüncüsü, sənin əsas iqtisadi mühərrikin nədir? Şirkətlər çox şeylə məşğul ola bilər, amma sənə real olaraq gəlir qazandıran nələrdir? Müəllifin vermək istədiyi mesaj çox sadədir. Ən yaxşı üçün bir şeyə fokuslanmaq lazımdır və həmin şeyi ən yaxşı səviyyədə etmək lazımdır. Bunun üçün isə nəyi sevdiyini, nədə ən yaxşı ola biləcəyini və nəyin sənə real gəlir gətirəcəyini anlamalısan.